وقل رب زدني علما. الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Qavaid-i Tevhid dərslərini davam edirik. Tevhid qaydaları. Allahın izni ilə Allah Azze ve Celle yardım etsin bu dərsləri bitirməyə və faydalanmağa və əməl etməyə. Və həqiqətən bütün məxluqat tevhid üçün yaranıb və insanlar və cinlər Allah Azze ve Celle'ni ibadətdə təkləşdirmək üçün yaranıb. Ona görə kitablar nazil olub, peyğəmbərlər, rasullar göndərilib və Allah Azze ve Celle məxluqatı yaradıb, göyləri ucaldıb, yerləri bina edib, döşüyüb və göydən yağış endirir, insanlara ruzilər çıxarır və insanlar o ruzilərdən yiyirlər ki, Allah Azze ve Celle ibadət edib, ona heç nəyə şərik qoşulmaq üçün, Allah Azze ve Celle'nin tevhidi üçün. Və tevhid elmi də digər elmlər kimi, yəni şərəfli bir elmdir. Bəl huve əşraful ulum, yəni elmlərin ən şərəflisidir. Şərəful ilmi bi şərəfil ma'lum. Elmin şərəfi öyrənildiyi şeyin şərəfinə görə dəyər qazanır. Elmin şərəfi öyrənildiyi şeyin şərəfinə görə dəyər qazanır. Yəni Allah Azze ve Celle haqqında öyrənilən elm ən uca elm olacaq. Çünki gör kimi öyrənir? Aləmlərin Rəbbi, hər şeyi yaradan, hər şeyi ruziləndirən, hər şeyi idarə edən, mütləq mülk sahibi olan Allah Azze ve Celle'ni öyrənən elm necə ən şərəfli elm olmasın. Ona görə bu elmi öyrənmək üçün həris olmaq lazım. Yəni bu elmi öyrənmək üçün insan gəl həris olsun. Bax, yəni sələflər, yəni keçmiş alimlər, qədimdə olanlar bunun qədrini bilirdilər. Və ona görə onlar tevhid elminə sarılmışdılar. Allah Azze ve Celle'nin elmini öyrənirdilər. Və özlərinə Allah haqqında vacib olan hər şeyi dəqiq şəkildə öyrənirdilər. Və buna görə Allah Azze ve Celle onlara yardım etmişdi, zəfər vermişdi. Va'adallahu allazina amanu minkum ve amilus salihat la yastakhlifannakum fil ardi kema istakhlafallazina min qablikum ve liyumakkinannahum dinahum allazi irtada lahum ve liyubaddilannahum min ba'di khawfihim amna ya'budunani ve la yushrikuna bi şey'a. Deməli, Allah Azze ve Celle buyurur ki, Allah sizdən iman gətirib, salih əməllər edənlərə vəd eləyir. Nə istixləf, yer üzərində hükümranlıq və sonra əmin-amanlıq və sonra deyir ki, onların razı qaldığı dini onlara verərəm, bəxş edərəm. Yəni, o dini onlar üçün möhkəmləndirərəm. Subhanallah. Yəni, insan əmin-amanlıqdan sonra, yəni əmin-amanlıq və din də varsa birinci və sonra əmin-amanlıq da varsa bundan böyük neymət yoxdur. Və insan yer üzərində xoşbəxtlər kimi yaşayır. Amma ikisindən biri olmayanda insanın xoşbəxtliyi gedir. Misal üçün, insanda əmin-amanlıq var, amma din yoxdur. Bundan böyük şaqa var, bədbəxtçilik yoxdur. Amma insanda din var, əmin-amanlıq yoxdur. Bu insanla narahatdır. Çünki əmin-amanlıq böyük neymətdir. Ona görə əmin-aman olmaq üçün tevhidi öyrənmək lazım. Bu əmin-amanlıq insanın şəxsinə və həmçinin cəmiyyətə qayıdır. Bu nə qədər dərslərdə inşallah demişik. Yəni ki, Allah Azze ve Celle buyurur ki, وَالَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ. İman gətirib imanlarına zülm qarışdırmayanlar, onlar üçün əmin-amanlıq və hidayət var. Fikir ver nə deyir? Diqqətli ol. Deyir ki, əmin-amanlıq kim üçündür? İman gətirib, iman əhli olub, müsəlman olub və İslamına şirk qarışdırmayanlar üçün. İnsan İslamına necə şirk qarışdırmasın? Tevhidi öyrənməklə. Əgər insan tevhidi öyrənməsə, qarışacaq o şirk. Ona görə həris olmaq lazım, öyrənmək lazım. Bax, Haris ibn Miskin rahimehullah, Haris ibn Miskin rahimehullah, İmam Nəsai ondan hədis rəvayət eləyəndə bu siğa ilə rəvayət edir, bu gedişatla.
bu sözlerine. Deyir ki, Axbarana Haris ibn Miskin qiraatan aleyhi və ana əsma'u. Deyir ki, bizə bu hədisi Haris ibn Miskin xəbər verdi. Deyir, ona oxunurdu, biz də onu eşidirdik, mən də onu eşidirdim. Deyir ki, qiraatan aleyhi və ana əsma'u. Deyir ki, ona oxunurdu, mən də eşidirdim onda. Alimlər deyir ki, nəyə görə Haris ibn Miskin haqqında İmam Nəsai belə deyib. Deyir ki, Haris ibn Miskin nəsə olmuşdu, İmam Nəsaini qovmuşdu, deyir. Yəni, ona icazə vermirdi ki, gəlib ondan hədis götürsün. Nə baş verib aralarında, vallahi bilmirəm. Amma baş vermişdi. Amma hədis danışırdı, mühaddis idi, alim idi. İmam Nəsai rahimullah gedirdi, onun xəbəri olmadan qulaq asırdı, dinləyirdi. Arxadan dinləyirdi, o danışırdı, amma görmürdü. Amma Nəsai rahimullah onu eşidirdi. Ona görə öz sünnəsində rəvayət edir ki, qiraatan aleyhi və ana əsmə. Və fikir verir, hər istəyə, subhanallah. Bugün bir nəfərə desən ki, bir də mənə dərsimə gəlmək deyər, dünəndən gəlməyim. Özün bilərsən. Amma onlar qoymayanda deyirdi ki, o qoymayıb, mənə olub ki. Mən niyə elmdən məhrum olum ki? Yəni, məsələni şəxsə bağlamırdılar. Elm var, gedib alacam. Hətta məni söysə belə. Hətta məni döysə belə. Hətta bəzi rəvayətlərdə gəlib, alimlər, qədim alimlər tələbələrin sabitçiliyini yoxlamaq üçün onların yəni, üstünə it qısqadardılar. Ki, görüm kim gələcək sabit olacaq. Və biri imtihan edər, biri fikir verməzdi. Cürbəcür imtihanlarla. Ki, görüm hansı daha sadiqdir, hansı daha doğrudur. Və vallahi, əgər kim elm üçün gələrsə, Allah Azze və Cəllə onu o gəlişinə ucaldar. O gəlişinə bərəkət verər. Necə ki, Huzeyfə radiyallahu anhu deyir, bir dəfə Allah Resulü sallallahu aleyhi ve sellemlə bərabər yəni, döyüşlərin birindəydik. Deyir, bizə dedi ki, kim mənə düşməndən xəbər gətirər? Bizdən heç kim səsi çıxmadı. Çünki hava bərk soyuq idi, şiddətli soyuq və düşmən də puskudaydı. Yəni, ölüm. Kim yəni durub ölümə gedər? Sanki belə bir sözdür. Deyir, heç kimin səsi çıxmadı. 3 dəfə Allah Resulü sallallahu aleyhi ve sellem deyir, yəni sahabələr istəyir ki, kimsə cürətli bir içindən biri desin ki, mən ya Resulullah. Və həmçinin burada gözəl ədəb var. Sahabələr heç vaxt özlərini qabağa atmazdılar. İstəyir imam dayanmaqda, istəyir suala cavab verməkdə. Baxın onlara ədəbinə. Allah Resulü sallallahu aleyhi ve sellem deyəndə kim bacarır? Onlar etiqad edirlər ki, burada məndən yaxşı bacaran var. Və o edəcək. Yoxsa onlar ölüm üçün hazır idilər. Və Huzeyfə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem mənim adımı çəkdi. Və mənə dedi ki, ey Huzeyfə sən get. Və deyir, o soyuq havada mən oranı tərk etmişdim, son ki hava istiləşdi deyir. Və heç bir soyuq hiss etmədim. Hətta qayıdıb həmin yerə girəndə gördüm ki, hava bərk soyuqdur. Yəni Allah Resulü gedir, düşməndən məlumat gətirir. Allah Resulü sallallahu aleyhi ve sellem alimlər deyir ki, bax, bu cihad idi. Elmdə cihad kimidir? Yəni həmişə elmi alimlər Allah Azze ve Celle Quran-ı Kerimdə deyir ki, وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً وَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ طَائِفَةً لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ deyir ki, sizdən bir tayfa, bir toplum çıxsın cihada, Allah yolunda döyüşməyə. Və başqaları isə qalsın, elm öyrənsin. Alimlər deyir ki, Allah Azze ve Celle cihadı, elmi cihadın qasimi edib. Var qism, var qasim. Qism odur ki, bir şeyin qismləri. Misal üçün deyirsən ki, namazın qismləri, fərz namazın qismləri, hansıdır? Fəcr namazı, zöhr namazı, əsr namazı, məğrib namazı, işa namazı. Amma onlar bir-birinin nə idi? Qasimidir. Yəni, elmdə cihadın qasimidir. Yəni, elmlə cihad bərabərdir. Və hətta bəzi alimlər elmi cihaddan daha ağır hesab ediblər. Çünki nəyə görə deyirlər ki, cihad müvəqqətidir. 1 ay, 2 ay, 5 ay, 3 ay, 1 il. Amma elm ölənə qədər. Ona görə alimlər necə ki, döyüş meydanından qaçmaq böyük günah olduğu kimi, elmdən də dala durmağa böyük günah deyərdilər. İbn-i Qayyim rahiməhullah Mədəricü Salikin kitabında buyurur ki, deyir, kim Allaha yaxınlaşarsa, elm öyrənərsə və sonra dala durarsa,
Allah Azze ve Celle ona dünyanın və axirətinin əzabını daddırar. Yəni o adam deyir, heç vaxt ləzzət ala bilməz həyatından. Deyir, la rahətəl cahilin və la ləzzətəl muqarribin. Deyir ki, nə cahillərin rahatçılığı onda olar, nə də deyir, Allaha ibadət edənlərin ləzzəti onda olar. O məhrum olar. Ona görə yəni elmə gəlib elmdən dala durmaq, yəni böyük günahlardan. Və həmçinin elm öyrənmək şərəfdir. İnsan elmlə qayril məğdubi aleyhim və ləddallinlərin yolundan çıxır. Kimin yoluna girir? Mun'ama aleyhimin, nimət verilmişlərin. Yəni mütləqdir insan həyatında elm öyrənsin. O insan ki, o müsəlman ki, gündə bir dəfə olsun dərsə qulaq asmır, o dərs xüsran içində, o gün ziyan içində keçib. Çünki heç nə öyrənməyib. Çünki heç bir şey, yəni çünki Allah elm üçün yaradıb, Allah ibadət üçün yaradıb, amma bu məqsəddən heç bir şeylə məşğul olmayıb. Həmin gün ziyandır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, deyir, Adəm övladının üzərinə doğan elə bir gün yoxdur ki, o deməsin ki, ya ibn Adəm iqtənimni. Ey Adəm övladı, məndən istifadə et. Ləalləkə lə yevmun ləkə bə'di. Deyir ki, ola bilsin sənin məndən başqa günün olmasın. Deyir ki, hər bir gecə də deyər ki, ey Adəm övladı, məndən istifadə et. Deyir, ola bilsin ki, sənin məndən başqa gecən olmasın. Yəni, axırıncı gecən olsun. O mə tədri nəfsun bi əyyə ardın təmud. Heç kim bilmir ki, sabah harada öləcək. Ölüm harada, kimə nə tər gələcək. Ona görə insan elm öyrənsə, hər gün bir dərsə olsa, insan qulaq assa, o insan inşallah ki, elm üzərində olmuş insan sayılır. Və şərt deyil, hamı yəni, mütləq elm tələbəsi olsun. İmam Əhməd Rahimullahın yanına 500-dən artıq tələbə gələrdi. Bir dərsinə, bəlkə də çox, bəzi rəvayətlərdə lap çox zikr olunur. Deyir, onların az bir hissəsi elmi yazardı. Qalan hamısı ondan ədəb öyrənərdi, elm öyrənərdi. Amma iştirak edərdilər, elm mütləq. Çünki elm olmayan yerdə cahillik var. Cahillik olan yerdə bütün günahlar da var, şübhələr də var, şəhvətlər də var. Bəla da var, müsibətlər də var, Allah korusun. Ona görə tevhid dinini öyrənmək lazımdır, Allah bizi müvəffəq eləsin. Təbii ki, bu öyrənmək, bəzi qardaşlar öyrənən kimi tətbiq edirlər, kiməsə hüccət edirlər. Yox, bu birinci özümüzə hüccətdir, özümüz. Ya eyyuhəl-ləzinə əməntü təqullaha və tənzur nəfsun mə qəddəmət li qədin. Deyir ki, ey iman gətirənlər, Allahdan qorxun, hər kəs sabah nə edəcəyinə baxsın. Biz özümüzlə mükəlləfik. Hər kəs öyrənməlidir ki, özündən cəhalət qalxsın. İmam Əhməddən soruşanda ki, elm nə üçün? Allah üçün mü öyrəndi? Yəni, bu boyda elm cəm etdin sən, milyon hədis əzbər bilirdi. Oğluna deyirlər ki, sənin atan yəni, əlf hədis əzbər bilir. Yəni, min, yəni 1 milyon hədis əzbər bilir. O boyda elmi necə cəm etdin? Allah üçün mü etdin? Onu görəmsən? Deyir, yox, nəsə, mən üçün sevdirildi. Bilmirəm, yəni, nədirsə sevdirildi, mən də etdim onu. Bu, ucubun qarşısını alır. Yəni, deməli ki, mən Allah üçün etmişəm, o mənə yardım edib, yəni ki, Allah üçünlük mənim qəlbimdə olan Allah üçünlük məni buna həris etdi. Yox, dedi ki, nəsə bilmirəm, Allah, yəni, nəsə sevdirildi, nəsə elədim də bunu. Yəni, demək istəyir ki, Allah mənə sevdirdi bunu. Yoxsa ki, mənim gücüm çatmazdı buna. Bu, sahabələrin də mənhəci olub. Ona görə insan birinci özü ilə, nə qədər insan özü ilə məşğul olursa, o qədər birinci Rəbbinin qarşısında aciz olduğunu, heç nəyə qadir olmadığını, zəif olduğunu və onunla həlak arasında bir pərdənin olduğunu, Allah Azze və Cəllə əgər o pərdəni götürəsə, insan həlak olar. Və daima fikirləşməli və heç vaxt Allahın məkrindən əmin olmaq olmaz. Və lə yəmən məkrəllah illəl qovmul xasirun. Allahın məkrindən yalnız ziyana uğrayan qövmlər əmin olar. Və ləzinə yutuna mə ətə və qulubuhum vəcilətun ənəhum ilə rabbihim raciun. Deyir ki, o kəslər ki, əməl edərlər, yutuna mə ətəv, əməl edərlər. Amma deyir, nədən qorxarlar? Deyir ki, və qulubuhum vəcilə, qəlbləri qorxu içində, amma əməl əhlidir, fikir ver, əməl əhlidir. Ayşə radiyallahu anh deyir ki, ya Rasulallah, onlar deyir, zina edən, oğurluq edənlər, deyir, xeyr, ey Siddiqin qızı, deyir, onlar deyir, gecə namazı qılan, ibadət edənlərdir, ibadət əhlidir. Lakin qorxurlar ki, Allah onlardan qəbul etməsin. Fikir ver, onun alimlər deyir ki, yəni, mömin əməl edər və qorxar, münafiq isə tərk edər və əmin olar.
Ona görə insan nə qədər Allahı tanıyırsa, o qədər öz nəfsini qınamaq artır onda. Amma yox, əgər insan öz nəfsini göydə görürsə, Allah qorusun, ən böyük bəlalardan biridir insana. İnsan ki, özünü kimdənsə üstün gördüyü, fərq etmir, cahil olsun, kim olur olsun. Çünki ibrət xeyirli başlanğıcda yox, ibrət xeyirli sonluqdadır. İnsan gərək xeyirli sonluğu unutmasın. Desin ki, ibrət bunda nə qədər qardaşlarımız olub, iman əhli, salah əhli, ibadət əhli, elm əhli, amma indi haradadılar? Amma nə qədər insanlar olub, əvvəl cahil olublar, amma indi haradadılar? Elm əhlidirlər, elm öyrənən əməl əhlidirlər, zikr əhlidirlər. Ona görə ibrət xeyirli sonluq. Nə bilirsən, Allah ona nə qədər xeyir istəyir. Bəlkə Allah Azze və Cəllə ölümünə yaxın onu götürəcək və onu ən gözəl şəkildə öldürəcək, ən gözəl şəkildə canını alacaq. Amma biz bilmirik bizim sonumuz necə olacaq. Allah bizim sonumuzu xeyirli eləsin. Və tövhid qaydalarına davam edirik Allahın izni ilə. Demək qalmışdıq neçənci qaydada? 34-də, əhsəntum. İnşallah. İki, kullu əs'ilətir rububiyyəti fin nususi min bəbil istifhamit təqriri. Quran-ı Kərimdə hər soruşulan suallar var. Rububiyyət sualları. O suallar hamısı cavab almaq üçün deyil. O suallar hamısı istifham et-təqriridir. İqrar etmək. Yəni, eşidənin qəlbində onu sabit etmək və ona yeni mənanı öyrətmək deyil. O deyil ki, sən bunu bilirsən, bu məsələ belədir. Xeyr. O onda olan, bax, Quran-ı Kərimi oxuyanda görsən, oxuyuruq Quran-ı Kərim. Amma bu qaydanı biləndə insan daha çox təsirlənəcək Quranla. Ki, Quran-ı Kərimdə gələn hər bir rububiyyət sualları, onlar hamısı səndə olan məlumatdır. Var səndə o, mütləq var, kim olur olsun. Çünki bu fitrətlə bağlıdır. Biz əvvəlki dərslərdə demişdik ki, insanın fitrətinə, yaradılışdan nə qoyulur? Rububiyyət və Allah Azze və Cəllə mövcudluğu. Mövcudluq və rububiyyət. Deməli, rububiyyət var və Allahın mövcudluğu var hər bir insanın qəlbində və Allah Azze və Cəllə iqrar elətdirir, sabit elətdirir, yadına salır, zikr elətdirir və onun üçün soruşur. Misal üçün, Allah Azze və Cəllə buyurur ki, قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللّٰهِ فَقُلْ أَفَلَا تَتَّقُونَ. Deyir ki, Allah Azze və Cəllə, de ki, sizi göydən və yerdən ruziləndirən, eşitməyə və görməyə sahib olan, diridən ölü çıxar, ölüdən diri çıxardan və işləri idarə edən kimdir? Onlar deyəcəklər ki, فَسَيَقُولُونَ اللّٰهِ. Onlar deyəcəklər ki, Allah. Bunu kim deyir? Müşriklər. Və onlar rububiyyətini edirlər, cümlə şəklində ispat edirlər. Yəni, Allahın feillərini, Allah Azze və Cəllənin bu işləri etdiyini ispat edirlər. Və sonra deyir ki, فَقُلْ أَفَلَا تَتَّقُونَ. Deyir ki, bəs niyə Allahdan qorxmursan? Niyə Allaha ibadət etmirsən? Niyə Allaha etdiyin ibadətdə yalnız Allahı təkləşdirmirsən? O ibadətdə. Yəni, bu ibadət, bu suallarla Allah Azze və Cəllə bizə demək istəyir ki, لِمَ لَا تُؤْمِنُونَ. Niyə iman gətirmirsiniz? Əgər bilirsən, hər şey idarə edən Allahdır. Hər şey Allahın əlindədir. لِمَ لَا تُؤْمِنُونَ. Niyə iman etmirsiniz? Deyir ki, لِمَ عَبَدْتُمْ غَيْرِ. Niyə məndən başqasına ibadət edirsiniz? Bax, bir sual. Afiruz. Görüm, cavab ver, görüm. Deməli, bax, deyir ki, لِمَ عَبَدْتُمْ غَيْرِ. Niyə məndən başqasına ibadət etdiniz? Biz Allahdan başqasına ibadət edirik. Ha? Bu sual bizə aid deyil. Deyil aid. Xeyr. Qonşulara aiddir. Ha, Arzu. Aiddir bizə. Ha, necə? Biz Allahdan qeyrisinə ibadət etmirik. Ha? Necə? Yəni, insan ibadətdə Allaha şərik qoşa bilər. Ən azından riya ola bilər. Ən azından riya. İnsan, yəni, riya böyük şəkildə ola bilər. İnsan elə ibadət edər ki, başqasını qəsd edər orada, Allah qorusun. İnsana bağışlam. Həmişə insanın əməli riya ilə puç olar, batil olar. Əməl, əgər riya əmələ girərsə, bax, qayda, bax, bu çox gözəl qaydadır, çox verilən suallardan biridir.
Yəni necə edim, riya əməlimi batil edib yoxsa yox bilmirəm. Alimlər ki, əgər riya əməldə riya gələrsə, sən dəf etdinsə zərəri yoxdur. Hansı istəyir əməl olsun? Gəldi və dəf etdin. Heç bir problem yoxdur. Dəf etdin artıq. Yox, əgər gəldi və davam elədi. Bu halda, əgər ibadət bütöv bir ibadətsə, batil edir ibadət. Əgər yox, ibadət hissələrdən olan ibadətsə, o hissəsini batil edir. Haradakı gəlib onu batil edir. İnsan elmsiz olanda riyaya da düşür, şirkə də düşür, bilmir. Və hətta düzgün şirkə də düşür insan. Elmsiz insan həqiqətən düşür. İndi sən götürmə tohid dərslərinə qulaq asan, tohidi dinləyən, tohid qaydalarını eşidən. O qədər müsəlmanlar var ki, şirkə düşüblər. O qədər müsəlmanlar var. Bilmir ki, o şirkdir, elədiyi şirkdir, Allah qorusun. Ona görə Allah azə və cəl, yəni limə abədtum qeyri. Yəni inşallah səbəb şirklərində bu məsələlər təfsilatla gələcək. Orada hətta insan görür ki, özünü nə qədər tohid elmində naqis bilir yəni. Bax bu qaydalar özləri yəni, nə qədər qaydalar var. Allah azə və cəllə Quran-ı Kərimlər soruşur, hər ayədən bir qayda çıxır. Amma biz ondan qafilik. Limələm tə'buduni. Niyə mənə ibadət etmədiniz? Yəni bu suallarla Allah azə və cəllə onu demək istəyir. Ki, niyə məndən başqasına ibadət edirsiniz? Niyə mənə ibadət etmirsiniz? Niyə mənə iman gətirmirsiniz? Yəni siz ki, bunları bilirsiniz ki, göylərin və yeri yaradan, göylərdən və yerlərdən ruziləndirən, ölüdən diri çıxaran, dildən ölü çıxaran Allahdır. Deməli, qayda necədir? O rububiyyət sualları hamısı insanda yeni məlumat üçün yox, nə üçündür? İnsanda olan məlumatı təsbit etmək, isbat, sabit etmək və həmçinin ona xatırlatmaq üçündür. Kullu əs'iləti rububiyyəti təqririyyətun, istidləliyyətun, ihticaciyyətun. Hər rububiyyət sualları təqriridir, yəni ispat edir səndə olanı, sabitləşdirir. İkinci, istidləliyyə, dəlil gətirmək üçündür. Nəyə istidləli, nəyə dəlil, yəni uluhiyyətə dəlil gətirmək üçün. Kullu əs'iləti rububiyyəti təqririyyə, istidləliyyə, yəni rububiyyət qarşıda qayda gələcək, maqsud bizatiyə deyil, nədir? Maqsud bi qeyrihidir. Yəni rububiyyət sualları öz zatında məqsəd deyil. Çünki hamıda var, içində var hamıda. Hamı ispat, hamı bilir ki, iləri göyləri Allah yaradıb. Mulhidlərdən, Allah'a inkar edənlərdən başqa. Üçüncü nədir? İhticaciyyə. İhticaciyyə nədir? Allah azə və ondan xatırladır, hüccət qaldırır ki sənə, deyir ki, bunları mən edirəm, sən də bunu bilirsən, deməli məndən başqasına ibadət etmə. Misal üçün Allah azə və cəllə buyurur ki, "Qul limenil ardu və men fiha in kuntum ta'lamun seyaquluna lillah." Deyir ki, yer və onun içindəki olanlar kimindir? Əgər siz bilirsinizsə, yəni bu sual cavab istəmir. Allah azə isbat təqrir edir, hüccət qaldırır, dəlil gətirir ki, bax bunu bilirsənsə onda mənə uluhiyyətdə şərik qoşma. Yəni məndən başqasına dua etmə, məndən başqasına nəzir demə, məndən başqasına qurban kəsmə. Məndən başqasından təvəkkül etmə, məndən başqasından istəmə, yardım istəmə. Yalnız məndən istə, yalnız mənə qurban kəs. Fəsalli li rabbikə vənhar. Yalnız Rəbbin üçün namaz qıl və yalnız Rəbbin üçün qurban kəs. Deyir ki, səyəqulunə lillah. Onlar deyəcəklər lillah. Allah azə və cəllə deyəcəklər. Gələcək zamanda. Yəni mütləq onların elə deməsi, çünki onlarda var o. Ona görə əvvəlki ayələr deyir ki, "Qul əfələ təttəqun." Deyir ki, niyə görə qorxmursuz? "Qul əfəənnə tusrafun." Nə qədər uzaq durursunuz və başqa ayələr. "Qul mən biyedihi mələkutu kulli şeyin." Qul mən biyedihi mələkutu kulli şeyin və huve yuciru və la yucaru aleyhi in kuntum ta'lamun. Deyir ki, yerlərin və göylərin idarəçiliyi kimin əlindədir? Deyir, o hamını qoruyur və onun qorunmağa ehtiyacı yoxdur. Deyir, in kuntum ta'lamun. Əgər siz bilirsinizsə, onlar deyəcəklər ki, Allah, təbii ki. Və la in sa'altuhum men xalaqahum la yaqulun Allah. Deyir ki, onlardan sorursan ki, onların özünü kim yaradıb? Onlar deyəcəklər Allah. Yəni fikri Allah iqrar elətdirir, təsbit elətdirir. Və la in sa'altuhum men xalaqas semawati vel arda və səxxara şəmsə vel qamara la yaqulun Allah. Onlardan sorursan ki, yerləri və göyləri kim yaradıb? Günəşi və ayı ram edən kimdir? Onlar yəqinlə deyəcəklər ki, Allah, lə yəqulun Allah, tevkidlə. Lə burada tevkiddir.
Burada diqqət olması bir məsələ var. Bəzən eşitsən qardaşlar la ilahə illallah əvəzinə la ilahə illallah deyir. Bu problemdir. La ilahə illallah olmaz demək. La ilahə illallah demək lazım. La inkardır, amma la nədir? Uzatmasız, yəni isbatdır. Yəni tövkiddir. Hətta biraz da qətiləşdirməkdir mənanı. Yəni desən ki, la ilahə illallah, Allahdan başqa haqq məbud yoxdur. Yalnız ibadət haqqı Allaha aiddir. Amma desən ki, la ilahə illallah, demək istəyən ki, var. Subhanallah, estağfurullah. Demək, fəhəzihi qaidətul Qur'an, fəhəzihi qaidətul Qur'anil ammə. Bu Qur'anın ümumi qaydasıdır. Yəni, bütün bu suallarla bildirmək istəyir ki, Allah Azze və Cəllə bununla bizdən nəsə sual istəmir, amma nə edir? Təqrir edir, istidlal edir və həmçinin hüccət qaldır. Təqrir dedik ki, bizdə olan mənanı möhkəmləşdirir, sabitləşdirir, bizdə olan bilgini. İkinci, istidlal edir, dəlil gətirir ki, bunları edən Allahdır, ona görə Allahdan qeyrisinə ibadət etmə. Üçüncü, hüccət qaldırır ki, yəni insanlarda, eşidənlərdə, bilənlərdə, çatanlarda bəhanə qalmasın, üzür qalmasın. Misal üçün Allah Azze ve Celle buyurur ki Rusulen mübeşşirin ve munzirin ella yakuna linnas aleyhillah hüccetun ba'da rusul. Biz müjdəliyən və xəbərdar edən Rasullar göndərdik ki insanlara haqqı bəyan etsin, çatdırsınlar ki onlardan sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Alimlər deyir ki bu ayə cahilliyin üzürlü olmasına dəlildir. Yəni çatmasa bəs məfhum müxalifəsi nədir? Və kim deyir bunu? İbn Kəsir. Kim deyir bunu? Süleyman demir ha. İbn Kəsir deyir. Kim deyir bunu? Şinqiti Rahimə Adval bəyanda. Bu ayənin şərhinə kim qayıdıb baxsa, bax orada gətirir hamısını, bütün qovullara. Və həmçə Allah Azze ve Celle buyurur ki وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ. Deyir, biz hər bir qövmə onların öz dilində danışan Rasul göndərdik ki onlara bəyan etsin. Ki onlar anlasınlar, başa düşsünlər, ondan sonra onların bəhanəsi qalmasın. Amma insan çatmayıb, anlamayıb, başa düşməyib, yəni bəhanə var insanda. Ola bilər. Və həmçinin Allah Azze ve Celle buyurur ki وَاُنْزِلَ اِلَيَّ هَذَا الْقُرْآنُ لِاُنْزِرَكُمْ بِهِ وَمَنْ بَلَغْ. Bu Kur'an Allah Azze ve Celle mənə nazil edib ki Muhammed sallallahu aleyhi ve sellemin dilindən Allah Azze ve Celle deyir. İki, bu Kur'an mənə nazil olunub ki mən bu Kur'anla sizi və o Kur'an çatan kəsləri xəbərdar edim. İbn Qayyim rahimehullah Tuhfatul Mevdud əsərində buyurur ki Kur'an çatan, yəni Kur'anı başa düşən. Əgər insan Kur'anı başa düşməsə onda nə faydası var ki? İnsana dinən ki bax bu ayaqdan ərəbcə dediyimiz ayələr var. Çatdır o ayələri ona. O deyəcək, mən heç də başa düşmədim. Sən ona deyə bilərsən, sənə hüccət qalxıb artıq səni təkfir etmək olar. Sən önce bildin, Kur'an sənə çatdı. Allah Kur'anda deyir ki, Kur'an çatan kəslər. Bu zülümdür. Ona görə Allah Azze ve Celle o ayəni deyir ki, bax, deyir ki, وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ. Biz hər bir ümmət onların öz dilində danışan Rasul göndərdik ki, onlara izah etsin. Bizim ümmətdə nəyə görə? Yəni deyə bilərsən, Allah Azze ve Celle Muhammed sallallahu aleyhi ve sellem bütün bəşəriyyət üçün dedi. قُلْ يَا اَيُّهَا النَّاسِ اِنِّي رَسُولُ اللّٰهِ اِلَيْكُمْ جَمِيعًا. Ey insanlar, mən sizə, yəni hamınıza olan Allah Azze ve Celle'nin Rasuluyam, hamınıza. Yəni bütün peyğəmbərlər ancaq xas qövmlərə, müəyyən qövmlərə gediblər. Amma Muhammed sallallahu aleyhi ve sellem bütün insanlara gələn Rasuldur. Və həmçinin Əl-Qaidətü Xamis və Sələsun 35-ci qayda Əl-Azəmətu vəl-kibriyəu min xasaisi rububiyyətihi. Əzəmət və kibriya, təkəbbürlük rububiyyət xüsusiyyətlərindən. Əzəmət və kibriya, təkəbbürlük rububiyyət xüsusiyyətlərindən. Bu nə deməkdir? Ona görə Allah Azze ve Celle o kim ki özünü əzəmətləşdirir, kim ki təkəbbürlənir, ona qəzəblənir. Və deyir ki, yəni onu cəhənnəmə daxil edəcəm. Deyir, onu cəhənnəmə daxil edəcəm. Allah qorusun. Yəni, bu Allah Azze ve Celle'yə xas olan bir şeydir. Ona görə hədisdə gəlib ki Əl-kibriyəu ridai vəl-azəmətu izari fəmən nəzə'əni fi vahidin minhumə fəzuqtuhu finnar.
affan qazaftuhu finnar. Deyir ki, əgər kim bunlarda mənə şərik olarsa ona odu da atdıraram. Onu oda ataram. Deyir ki, təkəbbürlük mənim üst paltarımdır. Deyir, əzəmət, böyüklük mənim, yəni izar nəyə deyirlər? İnsanlarda qurşaqdan yuxarı olan paltara. Amma rida nəyə? Üzr istəyirəm. İzar qurşaqdan aşağı olan paltar. Rida qurşaqdan yuxarı olan paltar. Yəni burada izarın, ridanın Allaha nisbət olunması yoxdur. Və bəziləri bunu səhv başa düşür. Yəni rida, izar haqlı Allah Azze və Cəllənin sifətləri yoxdur. Əksinə Allah Azze və Cəllənin azamə, böyüklük, kibriya adlı sifətləri var. Və həmçinin bu hədisdən dəlil gətirən alimlər deyirlər ki, kibriya, təkəbbürlük əzəmətdən daha üstündür. Ona görə üst paltar deyəndə kibriya gətirdi Allah Resulü sallallahu aleyhi ve sellem, yəni Allah Azze və Cəllə. Amma at, yəni qurşaqdan aşağı olan paltarın adını deyəndə nədir? Azəmə, böyüklük. Böyüklüyüm izarımdır. Yəni burada incə ki Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, deyir kibriya, burada izar, rida, vəs mənasındadır. İzar, rida, vəs mənasında. Yoxsa ki Allah Azze və Cəllənin bu paltarları nəyi yoxdur? Ehtiyacı yoxdur. Allah yəni as-saməddir, heç nəyə möhtac deyil. Yəni sadəcə burada bizim başa düşdüyümüz şəkildə insanlara müraciət olunub ki, yəni Allah Azze və Cəllənin vəsfidir. Böyüklük və təkəbbürlük. Əgər kim onlarda mənə oxşamaq istəyəsəm onu cəhənnəmə ataram. Və ona görə Allah Azze və Cəllə başqa ayədə buyurur ki, deyir ki, "Sa'asrifu an ayatiyəllezina yetəkəbbəruna fil ardı biğeyril haqq." Deyir ki, biz öz ayələrimizi yer üzərində təkəbbürlü olanlardan çevirmişik. "Və in yarav kullə ayatin la yu'minu biha." Əgər bütün ayətləri görsə belə, bütün dəlilləri eşitsə belə iman gətirməz. Çünki təkəbbürlü olduğu üçün çevirmişəm ondan. Deyir ki, "Və in yarav səbilə rüşdi la yettexizuhu səbilə." Deyir ki, əgər doğru yolu görərsə, deyir, onu doğru yol kimi götürməz. "Və in yarav səbiləl gayyi yettexizuhu səbilə." Deyir ki, o deyir, azğınlıq yolunu görəndə deyir, azğınlıq yolunu özünə doğru yol kimi götürər. Yəni azğınlıq yoluna gedər. Nəyə görə? Çünki qəlbində təkəbbürlük olduğu üçün Allah bağlayıb. Bəzi insanlara nə qədər hüccət çatdırırsan, nə qədər deyirsən, xeyri yoxdur. Yəni sən birbaşa bil ki, nəsə qəlb problemləri var, qəlb xəstəlikləri var. Ona görə sənin rahat başa düşdüyü şeyi o başa düşə bilmir. Ona görə alimlər deyir ki, əgər kim elmə müvəffəq olmaq istəyirsə, birinci qəlbinə baxsın, birinci qəlbini təmizləsin. Bu ən önəmli şeydir. Qəlbində olan çirkabları, kin, küdurətləri, müsəlmanlara qarşı pis, kin, küdurət, nifrət, məxluqata qarşı nush olmamaq, yəni onlara xeyir istəməməyi oradan götürsün, oradan çıxartsın ki, onun yerini nurla da olsun, elmlə də olsun. Muhammed bin Abdülvahhab rahimehullah Usul-u Sittənin 4-cü qaydasında gətirir və deyir ki, bəzi insanlar var, alimlərə oxşuyur, amma onlardan deyil. İman əhlinə oxşuyur, amma onlardan deyil. Fəqihlərə oxşam, onlardan deyil. Nəyə görə? Çünki onlar insanlar üçün xeyir istəmirlər. Deyirsən ki, insanlar üçün xeyir istəmirsən, deyir, bu sənin qəlbinin xəstəliyinə işarədir. Deyir, ona görə bax, peyğəmbərlər, onların qövmləri onları döyüldü. Onların qövmləri onları söyüldü. Onların qövmləri onları əziyyət verirdi. Amma onlar nə dedilər? İnni əxafu aleykum azəbə yevmin azim. Deyir ki, mən sizin üçün şiddətli günün əzabından qorxuram. Öz balasına, öz yaxınlarına qorxduğu kimi qövmünün, müşrik qövmünün əzaba düşməsində canı yanırdı. Deyir, nə qədər ki, müşriklərin, kafirlərin hidayət olmamağı səni narahat etmirsə, bil ki, peyğəmbərlərin nusuhundan deyir, uzaqsan sən. Peyğəmbərlərin o insanlara xeyir istəməsi vəsfindən sən uzaqsan deyir. Muhammed bin Abdülvahhab rahimehullah Usul-u Sittə kitabında və onu da Şeyx Hüseyin rahimehullah şərhində iqrar edir, təqrir edir. Deməli, o kəs ki, təkəbbürlük var, o kəsdə ki, azama, böyüklük var, deyir ki, onları yəni oda salacağım Allah Azze və Cəllə. Yaxşı,
təkəbbürlüyün gərəkdirdiyi şeylərdən biri də odur ki, Allah Azze ve Celle öz təkəbbürlüyündəndir ki, heç bir məxluqatını möhtac qoymur, ehtiyacsız qoymur və heç vaxt onu çətinliklər içində daimi şəkildə tərk etmir. İnnə ma'al usri yusra fə innə ma'al usri yusra. Hər çətinlikdən sonra asanlıq gəlir. Elə bir insan varmı? Bəlkə heç içimizdə yoxdur, bəlkə elə bir insan yoxdur. Ömür boyu çətinlikdə tərk olunsun. Heç vaxt ona çətinlikdən sonra bir asanlıq gəlməsin. Yoxdur elə insan. Bu, mütəkəbbir olan Allah Azze ve Celle'nin qüdrətinə dəlildir. Və həmçinin Əl-Qaidətü Sədis və Sələsun 36-cı qayda Əl-Müstəhiqqu li kulli ma'ani rububiyyəti huvəl mevcud bizatihi la bi qeyrihim. Bütün rububiyyət mənalarına layiq olan Allah Azze ve Celle'dir zatı ilə və başqası deyil. Vəl mevcud bizatihi la bi qeyrihi. Bax, diqqətli olaq, bu qaydanı deyək, sonra dərsimizi yekunlaşdıraq. Bax, deməli, bu qayda biraz fəlsəfi qaydadır. Biraz mütəkəllimlərlə bağlı olan qayda. Ona görə diqqət, onlara rəddiyə olan qaydadır. Bu qayda bütün aqlənilərə, bütün ateistlərə, bütün mütəkəllimlərə və bütün mulhidlərə, dəhriyunlara rəddiyədir. Bu qayda nədir? Bax, var mevcud bizatihi, var mevcud bi qeyrihi. Mevcud bizatihi odur ki, yəni onun mövcudluğu kiməsə asılıdır, kiməsə bağlı deyil. Onun mövcudluğu kiməsə bağlı deyil. Bu yalnız Allah Azze ve Celle'də, Rab Subhanahu ve Teala'dadır. Yalnız. Heç kimdə bu vəsi yoxdur. Mevcud bizatihi. Öz zatı ilə mövcuddur. Onun mövcudluğu heç kimə bağlı deyil. Get bir, nəsə bir məxluq gətir, nəsə bir bildiyim bir şey gətir. Görün, onda o vəsif varmı? Yoxdur. Ona görə deyir, əgər mövcud bir qeyridirsə, ona niyə ibadət edirsən? Niyə ona dua edirsən? Niyə ondan istəyirsən? O ki, deyir, mövcudluğunda belə kiməsə möhtacdır. Hər hansısa bir peyğəmbər olsun, hər hansısa bir mələk olsun, hər hansısa bir imam olsun, övliya olsun, kim olur olsun, onlar hamısı kimə möhtacdır? Ən azı mövcudluğunda belə Allaha möhtacdır. Deyə, əgər necə olur ki, sən möhtac və sənin dua etdiyin möhtac, möhtaca dua edir. Allahu akbar. Ulaikellezine yed'un yebtağuna ila rabbihimul vasile. Deyir ki, o sənin çağırdığınız o qəbirdəkilər, o peyğəmbərlər, o mələklər, o ilahlar, o kim olur olsun, ulduzlar, günəşlər, aylar, kim nəyi çağırırsa onu olur olsun, nə olur olsun. Deyir, onlar özləri möhtacdır, deyir. Necə möhtaca ibadət edər? Necə möhtaca dua edər? Allah Quranda bax, müşriklərin şübhələrini dəf edir. Və deyir ki, onlara deyəndə ki, siz bunlara niyə ibadət edirsiniz? Bax, bu çox gözəl təqrirratdır alimlərdən. Diqqət elə buna. Bunu bilsən, bütün müşriklərin şübhələrinə cavab verə bilərsən. Bütün Allahdan qeyrilərini ibadət edən quburilərə rəddiyə verə bilərsən. Deyimiz, nə deyir Allah Azze ve Celle? Deyir, ulaikellezine, yəni onlara soruşsan ki, deyirsən, siz niyə onlardan istəyirsiniz? Onlar deyirək, biz onları vasitə götürürük. Allah vasitəni ləğv edir Quranda. Deyir ki, ulaikellezine yed'un yebtağuna ila rabbihimul vasile. Deyir, o sizin dua etdikləriniz özləri Allaha vasilə axtarır. Yercuna rahmetahu və yaxafuna azabə. Deyir ki, Allahın rəhmətini istəyirlər, onun əzabından qorxurlar. Deməli, vasitə getdi. Allah Azze ve Celle batil etdi onların vasitə nəyini, şübhəsini. Və sonra onlar deyir ki, yox, biz həmçinin onları şəfaatçı götürmüşük. Allah Yunus surəsi, birinci surə neçə idi, birinci ayə? İsra surəsi 57-ci ayə. İkinci, onlar deyirlər ki, yox, onlar bizim Allah qatında olan şəfaatçilərimizdir, ona görə biz onlardan istəyirik. Allah Azze ve Celle Yunus surəsi 18-ci ayədə deyir ki, deyir, onlar Allah'tan qeyri və ya'buduna min dunihi ma la yadurruhum və la yanfa'uhum və yəquluna haulai şufa'una indallah. Deyir ki, onlar Allah'tan qeyri, onlara nə fayda verən, nə zərər verənlərə ibadət edir və deyirlər ki, bunlar bizim Allah qatında nələrimizdir? Şəfaatçilərimizdir. Bunlar bizim Allah qatındakı şəfaatçilərimizdir. De ki, Allaha göylərdə və yerdə bilmədiyi şey haqqında mı xəbər verirsiniz? Yəni Allah bilmirdi, ona şəfaatçi lazım olacaq.
və sizə şəfaətçi təyin etsin və siz də ondan istəyəsiniz? Yoxsa Rəbbiniz deyir ki, və qalə rabbukum ud'uni əstəcib ləkum innəl-ləzīnə istəkbirun an ibadət səyədxulunə cəhənnəmə daxilin. Deyir ki, Rəbbiniz dedi ki, yalnız mənə dua edin, mən də sizə cavab verim. Deyir, mənə ibadət etmək üçün duanı ibadət adlandırdı Allah Azə və Cəllə Qafir surəsi 60-cı ayədə. Deməli, dua ibadətdir, Allahdan qeyrisinə sərf etmək olmaz. Deyir ki, mənə ibadət etməyə şənlərinə, özlərinə, təkəbbürlüklərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər. Və sonra onlar deyir ki, yox, biz onlara dua edirik ki, onlar bizi Allaha yaxınlaşdırsın. Allah Azə və Cəllə Zümər surəsi 3-cü ayə ilə cavab verir. Deyir ki, dək ələ lillahi dinul xalis. Subhanallah, deyir ki, bu sizin etdiyiniz şirkdir. Xalis din Allaha aiddir. İbadət yalnız Allaha aiddir. Allahdan qeyrisinə dua etmək olmaz. Deyir ki, onlar deyir, Allahdan qeyrilərinə dua edirlər və deyirlər ki, bunlar bizim Allah qatı nəyimizdir? Bizi Allaha yaxınlaşdıranlardır. Bunlar bizi Allah Zümər surəsi 3-cü ayədə bunu neynədir? Dəf elədi. Deməli, heç bir bəhanəsi qalmadı. O kəslər ki, deyir ki, bunlar bizim Allaha yaxınlaşdıranlarımız. Allah onun Zümər surəsi 3-cü ayədə cavabını verdi. Şübhədir bu. Onlar ki, deyir ki, onlar şəfaatçilərimizdir. Allah bunun da cavabını verdi. Yunus surəsi 18-ci ayənin. Onlar deyir ki, yox, bunlarla biz təvəssül edirik. Allah bunun da cavabını verdi. Nə ilə? İsra surəsi 57-ci ayə ilə. Birdən desən ki, bəs dua ibadət deyil, desən ki, Qafir surəsi 60-cı ayə. Allah deyir ki, mənə dua edin və sonra deyir, ibadət etməyən. Birinci deyir, dua et. Və sonra deyir ki, dua nədir? İbadət. Yəni, duanı ibadət adlandırır. Və həmçinin Məryəm surəsində deyir ki, İbrahim əleyhissalam deyir ki, mən yalnız Rəbbimə dua edəcəm. Və sonra nə deyir? Deyir ki, sizin ibadət etdiklərinizi tərk edəcəm. Deməli, duaya nə dedi? İbadət. Dedi ki, yəni sizin o etdiyiniz dualar Allahdan qeyrisinə ibadət etməkdir. Yəni, Allahdan qeyrisinə olunan dualar Allahdan qeyrisinə ibadət etməkdir. Ona görə bu qayda onu gətirir ki, el-müstəhiq li kulli ma'ani rububiyyət huvel mevcud bi zatihi la bi qeyrihi. Əgər o mevcud bi zatihidirsə, yəni onun mevcudluğu başqasına bağlı deyilsə, yəni o heç nəyə möhtac deyil, əs-saməddir. Saməd yəni heç nəyə möhtac olmayan. Deyir, yəni sən yalnız ondan istə və möhtac olanlara, ən azından mövcudluğunda belə möhtac olanlara neynəmə? Yönəlmə, onlardan istəmə. Və burada qayda hansı qayda? Deməli, vacib var, deməli, var vacib neçə yerə bölünür? Mövcudat, mövcudluq üç yerə bölünür. Mövcudluq üç yerə bölünür. Vacib, el-vücub, vacib-ül-vücub, vacib-ül mümkün, bir də var heç mövcud olmayan və yaxud da mümkün olmayan, müstəhil. Və diqqət elə, bu qayda ateistlərə gözəl rəddiyədir. Fikir ver, çoxu ateistlər mümkün olmayan şeylərdən danışır. Mövcud olan şeylərdən qutarıb, yəni artıq başı mövcud olmayan şeylər. Yəni misal üçün deyir ki, əgər Allah elə bir daş yarada bilərmi ki, özü də onu qaldıra bilməz? Bu ağılsız sualdır, məntiqsiz, mənasız sualdır. Amma o ağıl əhli, ağıl iddia edən ağılsızların verdiyi sualdır. Nə, bu mümkünsüz bir şeydir. Sən mümkünsüz, yəni gəl dünyada mümkün olan şeylərlə danışaq. Görüm danışa biləcəksən. Görür ki, artıq mümkünatla danışa bilmir, keçir nəyə? Müstəhillərə, mümkünsüz şeylər. Allah özü kimi bir yarada bilər, mümkünsüzdür bu. Heç vaxt etməz Allah. Onun şəninə yaraşmaz. Qul huvallahu əhəd. De ki, o əhəddir, təkdir. Heç vaxt ki, ola bilməz. Qul ləv kənə fihimə əlihətun qeyrallahi lə fəsədətə. De ki, əgər Allahdan qeyr bir dənə ilah olsaydı, bu nəsranilərə rəddiyədir. De ki, yer göy fəsad olar. Yəni, və başqa dedi ki, əgər Allahdan qeyri başqa bir ilah olsaydı, o ilah da ondan böyük ilaha neynəyərdi? İbadət edərdi. Yəni, demək istəyir ki, o ikinci ilah deyil. Əgər biri o ləbtəğab ilə zir arş səbilə, yəni ərşin sahibi olan Allah Azze və Cəlləyə tərəf gedərdi, bu o deməkdir ki, yəni artıq o ikinci gedən ilah deyil. Mümkünsüzdür iki ilahın olma. Buna bəzən dəlil-ü təmə'nu deyilər. Dəlil-ü təmə'nu. Yəni bu nədir? Mümkünsüz dəlil. Bəzi alimlər dəlil-ü təmə'nu kimi qəbul etmir, lakin bəziləri ehticac yönündə mulhidləri rəddiyədə gətirirlər.
Yəni o nə deməkdir ki, yəni əgər iki ilah olsa, ya bax üç şey baş verəcək. Ya bu iki ilahdan biri o birisində tabi olacaq, deməli tabi olan ilah deyil. Yəni demirlər onlar İsa Allahın oğludur. Yəni özü kimi ilahdır. Əgər ilahdırsa, iki ilah varsa, ya biri o birisində tabi olacaq. Yəni tabi olan deməli ilah deyil. Deməli ikinci ilahlıq batil oldu. İkinci məsələ, əgər iki ilah varsa, mütləq şəkildə biri istəyəcək ki, o birisini neynəsin, üstələsin, onu öz əsarətində salsın, ləfəsədətə. İki ilah döyüşərsə bir-birinə gör, yerlər göylər fəsad olar, heç nə salamat qala bilməz. İki ölkə yəni, dalaşanda, bombalar atanda bir-birinə, gör nələr, nə faciələr baş verir, nə qırğınlar olur, nə az qala zəlzələlər olur, titrəyişlər olur. İndi gör, iki ilah döyüşərsə nə olar? Ləfəsədətə, yerlər göylər fəsad olur, heç nə salamat qalmaz. İki ilah müharibə edir. Üçüncüsü də, ya bu xüsusi bir özünə məxluqat götürəcək, qullar götürüb qıraqda qalacaq, ya da bu da götürüb özünə məxluqat qıraqda qalacaq. Bu da ilahlığa sığmayan bir şeydir. Yəni, ilah olanın əsarətindən qeyri bir yerdə hökmranlıq eləyən var. Bu da ilahlığa müxalifdir. Allah üçün də batil edib Quran-ı Kərimdə. Deməli, var nə? Yəni, ateistlər, bu nəsranilərə rəddiyə idi bu üç qayda gətirdiyim. Deməli, vacibül vücud var, mümkün var, müstəhil var. Yəni, ateistlərə fikirəm ki, müstəhil, mümkünsüz şey. Sən ona elə birinci dinən ki, birdən qarşılasan, dinən sən bax dinən, məntiqsiz söhbət edirsən. Məntiq əhlinin məntiqinə sığmayan söhbət edirsən. Yəni, gəl mövcud olan, məntiqə uyğun olan şeylərdən danışaq. Ya o ilə danışaq, ispat edək. Misal üçün, kullu mucədin la buddə lehu min mucid. Hər bir mövcud olan şey, mütləq şəkildə onu bir mövcud edən var Allahdan başqa. Allah mövcud bi zətihidir, la mövcud bi qeyrihidir. Amma Allahdan qeyri bütün məxluqat, yəni mövcud bi qeyri, mütləq o, mühtacdır ki, onu kimsə yaratsın. Heç nə, həmçin qaydadır aqləniyunlarda, ağıl əhlində. Deyir ki, onlar ki, əgər bir şey birdən-birə yaranıbsa, uzun sürə qala bilməz. Misal köpük, fəəmməzzəbədu fəyədhəbu cüfəə. Deyir ki, köpük suyun üzündə nə qədər qalır? 2 saniyə, 3 saniyə. Çünki birdən-birə yarandı, hə? Düzdür, onu da yaradan Allahdır. Yəni, bunlara deyilir o. Birdən-birə yaranan şey ancaq qısa müddət qala bilər. Hətta məntiq əhlinin məntiqində. Necə birdən-birə yaranan şey milyon illər davam edir nizamla, fəsillərlə, illərlə, ayla, dəqiq nizamla. Aya baxsan ki, heç vaxt öz hədəqəsindən çıxmır. Günəşə baxsan, heç vaxt öz oxundan ətrafına çıxmır. Yer həmçinin, fəsillər həmçinin, heç nə dəyişmir. Eyni fəsillər, eyni dünya, eyni şey. Niyə yaydan sonra qış gəlmir birbaşa? Nə olsun, bir dəfə təsadüf olsun da yəni. Ona görə, yəni Allah Azze və Cəllə vacibul vücuddur. Yəni, Allah Azze və Cəllə mövcudluğu vacibdir. Yəni, misal üçün, əgər kimsə desə ki, elə bir vaxt olub ki, Allah olmasın. Xeyr. Çünki vacibül vücud, yəni, əl-əvvəl, yəni, la bidayətə ləhu, vəl-əxir, la nihayətə ləhu. Yəni, axırdır, onun heç vaxt sonu olmayacaq. O əvvəldir, heç vaxt onun başlanğıcı olmayıb. Ona görə, bir də təhlil, bax, onlar bir də qayda qoyurlar. Bu qayda ilə Allah əşarilərə rəddiyədir bu qayda. Yəni, onlar Allah Azze və Cəllənin sifətlərini inkar edirlər bu qayda ilə. Bu qayda onlara əslində özlərinə rəddiyədir. Və Allah deyir ki, kullu şeyin ləhu bidayətun və ləhu nihayə fə muhdisun. Deyir ki, hər bir şey, onun ki, əvvəli var, axırı var, o muhdisdir. Yəni, məxluqdur. Muhdis, yəni yeni olan bir şey. Və ona görə Allah Azze və Cəllənin sifətlərində çaşqınlığa düşüblər. Onlar Allaha kəlam sifətini nisbət edənlər deyirlər, Allah danışır, bəli, amma Allah qədimdə bir dəfə danışıb. Deyirsən ki, məsələn, Allah Musa ilə danışdı axı, Allah İsa ilə danışdı axı, Allah Muhammed sallallahu aleyhi ve sellemlə danışdı axı, bütün peyğəmbərlərlə danışdı axı. Hətta hədisdə gəlib ki, İnnəllaha nədə Ədəmə bis-səvtin, Allah Adəmi səslə çağırdı. Adəm yaranmamışdan qabaq nə qədər məxluqat olub, Allah Azze və Cəllə onları ol deməklə yaradıb, danışan kim olub? Allah Azze mütəkəllim Allah olub. Bu deyir, yox, qədimdə bir dəfə çıx o qaydanı qoy baxı. Yəni deyir ki, bu Muhammed sallallahu aleyhi ve sellemlə Allah Azze və Cəllə danışanda bunlar deyir, əşarilər.
Deyir ki, bax deyir, danışdı, o danışığın əvvəli də var, axırı var. Deməli, Allahın danışığı ola bilməz. Və belə inkar edirlər. Əqli, batil dəlillə. Biz deyirik ki, ona görə onlara rəddiyə verək. Deyir ki, kəlam sifəti qadimin nö'i və hədisül əhəddir. O, yəni, onlar ki, Allahda yeni bir şey ola bilməz ortaya çıxan. Biz deyirik ki, onun növü qədimdir, amma fərdlərin neynəndir? Təkrarlanandır. Və həmçinin Allah vacibül vücuddur. O deməkdir ki, yəni, onun mövcudluğu vacibdir. Heç vaxt onun başlanğıcı və ya heç vaxt onun yox olması ola bilməz. Heç vaxt mümkün deyil. Ona deyilər vacibül vücud. Bir də var mümkün. Mümkün o vücud nədir? Mən, sən, göylər, yerlər, dağlar, hər şey, bütün məxluqat nədir? Mümkünül vücud. Ola da bilər, olmaya da bilər. Ola da bilər. Bəzi alimlər deyirlər ki, olandan sonra vacib artıq oldu. Çünki Allah təqdir etdi onu. Allahın təqdiri oldu. Allahın qadası oldu. Və həmçinin var müstəhil, müstəhillə izah etdik. Yəni, burada qaydada gətirir ki, əgər o şey ki, mövcudluğunda başqasına möhtacdır, yəni onda rububiyyət sifətlərində, yəni onda rububiyyət sifətləri yoxdur, yəni o nədir? O başqasına möhtacdır. Deməli, başqasına möhtac olan nə ola bilməz? İlah ola bilməz. Başqasına möhtac olan ilah ola bilməz. Ondan sən istəyə bilməzsən, ona dua edə bilməzsən, ona nəzir deyə bilməzsən, ona yönələ bilməz, ona təvəkkül edə bilməz. Çünki o Rəbb deyil. Yəni, Rəblik sifətləri yoxdur onda. Bilmirəm, bu qədər kifayətdir. Allah sizdən razı olsun. Üzrlə hesab edən gec olduğu üçün. Yəni, bunun çoxlu dəlilləri var Quran-ı Kərimdə. Yəni, inşallah gələn dəfə dəlillərdən bəzilərini deyib dərs davam edərək. Və axır dəvanən, elhamdülillah, rabbil alemin. Subhanəkə Allahumma hamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ilayk.